Bu videoda makaronun ən gözəl halı, göbələkli və toyuqlu fettuccine alfredo resepti ilə gəlmişəm. Makaronu hazır şəkildə supermarketlərdən də əldə edə bilərsiniz, amma evdə hazırlanan makaronla çox daha ləzzətli olur. Paylaşacağım makaron xəmiri ölçüsü 4 nəfər üçün nəzərdə tutulub. İstəsəz xəmiri dondurub, daha sonra da istifadə edə bilərsiniz. Unla yumurtanı qarışdırıb 15-20 dəqiqə yoğurub, elastik xəmir əldə etdikdən sonra streçə sarıb 40-50 dəqiqə kənarda gözlədirik. Bu arada isə xırda doğranmış döş ətinə duz və istiot əlavə edib, kərə yağında rəngi dəyişənə kimi qızardıb götürürük. Çox qızartmayın ki, toyuq sərtləşməsin. Daha sonra tavaya yağ və soğan əlavə edib, qızılı rəng alana kimi qızardıb, kub-kub doğranmış göbələyi əlavə edirik. Suyu salana kimi qovurmağa davam edin. Dincəlmiş xəmiri yayıb uzun xətlər şəklində kəsirik. Xəmirin nazik olmasına diqqət yetirin, çünki daha sonrası da qaynadanda şişəcək. Bir-birinə yapışmaması üçün xəmiri unlayıb kənarda gözlədə, hətta daha sonrası üçün buzluqda da saxlaya bilərsiniz. Qaynamış suya duz və xəmiri az-az əlavə edib yapışmaması üçün davamlı şəkildə qarışdırın. Göbələk suyunu salandan sonra qaymaqla qaynayan makaron suyundan 2 çömçə və duz istiot da əlavə edib qaynamağa başlayanda makaronu əlavə edirik. Sos quru olacağı halda az-az makaron suyundan da əlavə edə bilərsiniz. Hazır yemək süfrəyə üzərinə pendir və yaxud da göyərti əlavə edilərək servis edilir. Sınayacaq hər kəsə öncədən nuş olsun. Paylaşdığım reseptləri faydalı hesab edirsinizsə, bəyənib abunə olaraq dəstək olsanız çox sevinərəm. Növbəti videolarda görüşənədək hələlik.